Gözlər ruhun aynasıdır deyirlər. Bəs ruhun iki fərqli aynası olanda nə baş verir? Bəzi insanların gözlərinin biri mavi, o biri qəhvəyi olur. Bəzən bu fərq o qədər incə olur ki, yalnız diqqətlə baxanda sezilir. Bu qeyri-adi hadisəyə heteroxromiya deyilir və o, təbiətin bizə verdiyi ən maraqlı hədiyyələrdən biridir. Bəs bu necə yaranır? Əslində bunun arxasında mistik bir sir yoxdur. Heteroxromiya gözün rəngini müəyyən edən melanin pigmentinin qeyri-bərabər paylanması nəticəsində yaranır. Bu, genetika, irsi xüsusiyyətlər, bəzənsə zədə və ya xəstəlik nəticəsində baş verə bilər. Qədim inanclarda fərqli göz rənglərinə sahib insanların xüsusi güclərə malik olduğu düşünülürdü. Bəziləri onların həm yaxşı, həm də pis ruhlarla əlaqədə olduğuna inanırdı. Hətta bəzi əfsanələrdə bu insanlar gələcəyi görə bilən sehirbazlar kimi təsvir edilirdi. Maraqlıdır ki, bu fenomen təkcə insanlarda deyil, heyvanlarda da geniş yayılıb. Xüsusilə pişiklərdə, atlarda və itlərdə bu daha çox rast gəlinir. Hətta deyirlər ki, fərqli rəng gözləri olan pişiklər sahibini pis enerjidən qoruyur. Bəs siz necə düşünürsünüz? Heteroxromiya sadəcə genetikanın təsadüfi bir səhvidir, yoxsa təbiətin bizə verdiyi unikal bir imza? Ətrafınızda fərqli rəng gözləri olan biri var? Kanalımıza abunə olub bizi izləməyi unutmayın.